Salam, axşamınız xeyir olsun. Bugün 7 iyun 2026-cı il. Bugün sizlərə çiçəkləmədən sonra suvarma haqqında məlumat vermək istəyirəm. Baxın, gördüyünüz kimi artıq çiçəkləmə dövrü bitib və gilələr formalaşmağa başlar. Bu mərhələdə tənəyin suya olan tələbatı artır. Və mütləqdir ki, çiçəkləmə dövrü bitdikdən sonra artıq gilələr formalaşmağa başladığı zaman dərin suvarma edəsiniz. Dərin suvarma nədir? Yəni üzdən tez-tez çiləməkdənsə bir dəfə tam dərin suvarma. Baxın, mən arx sistemi ilə sulayıram hələ ki. Bəzi insanlar da sistem vasitəsilədir. Sistem vasitəsilə sulayır. Tam torpağa su hopur. Baxın, gördüyünüz kimi su başa çatdıqdan sonra kəsmirik. Bax, belə göllənir. Bu dərin suvarmadır. Və suvarmadan sonra artıq profilaktik tədbirlər də görmək mümkündür. Audiuma, mediuma qarşı dərmanlama işləri. Onu da qeyd edim ki, dərmanlama işlərini mən Switch, Falcon və Ridomil Gold qarışığı istifadə edəcəm. Əgər çatdıra bilsəm bugün, çatdıra bilməsəm sabah mütləq. Switch, Ridomil Gold və Falcon. Bunlar audiuma, mediuma qarşı profilaktik tədbirlərdir. Baxın, gördüyünüz kimi çox şükür hələ ki heç bir xəstəlik müşahidə olunmur. Mənim müşahidə etdiyim sadəcə çiçəkləmə dövründə olan yağışlarla əlaqədar mayalanma zəifdir. Amma ona nə etmək olar? Təbii ki, heç bir şey. Audiuma, mediuma qarşı profilaktik tədbir isə dediyim kimi Switch, Falcon və Ridomil Gold qarışığı. İstifadə etmək tövsiyə olunur. Yəni, hər kəsin öz taktikası var. Hərə bir üsulla edir. Mən bu üç vasitədən istifadə edirəm. Və onu da qeyd edim ki, sizlərə göstərdiyim və tövsiyə etdiyim, mənim kənardan filan kəs belə dedi deyə sizlərlə bölüşdüyüm məlumatlar deyil. Öz bağımda. Baxın, suvarmada əvvəl ilk öncə özüm suvarıram. Ondan sonra videosunu çəkib sizə də məsləhət görürəm. Diqqətiniz üçün çox sağ olun. Təşəkkür edirəm.